Salam, necəsiz? Bugün yeni dərs videosuna qarşınızdayım. Amma bugün gecə yox, gündüz dərs oxuyacağıq. Çünki evdəyəm. Daha doğrusu bugün evdən işləyəcəm. Ona görə dedim fürsət dəyərləndirim. Dünən sizin üçün video atmışdım. Bugün də inşallah alındırsam video atacağım. Çünki videonu həm çəkib daha sonra onu montaj eləmək çox vaxt alır. Çalışacağım ki, axşam 20:00-a qədər videonu sizə çatdırım. Hazırda saat 11:54-dür. 6 dəqiqə sonra saat 12 olacaq. Və bu vaxta qədər mən dərs oxumamışam. Səhər tezdən oyanmışam, amma dərs oxumamışam. Çünki dedim ki, birazdan oxuyaram, axşam oxuyaram. Gördüm ki, artıq saat 12-yə gəlir. Ona görə videonu açdım ki, bərabər oxuyaq. Burada məndən istəyirsiniz ki, canlı açım, canlıda bir yerdə dərs oxuyaq. Bu biraz imkansızdır nəyə görə? Çünki gecə məsəl üçün 3-də 4-də oyaq olacaqsınızsa, bu ayrı məsələ. Hə, toplu şəkildə canlı aça bilərəm. Amma canlı açanda bilmirəm də, yəni bacararamı? Çünki canlı açmaq da daha çətindir mənə elə gəlir. Yəni 1 saat, 2 saat ancaq dərs eləmək və birdən diqqətin yayına bilər və yaxud da evdə kimsə oyana bilər, nəsə istəyə bilər. Ona görə belə çətindir. Amma istəyirsinizsə sizin üçün 1 saatlıq dərs çalışma videoları ata bilərəm. Necə? Yəni sırf 1 saat study with me və yaxud da mənim dərs çalış videoları var. Heç bir şey danışmadan sadəcə dərs oxumaq videoları. Kanalda əslində var. Məndə bir dənə belə bir video var kanalımda, amma yenisini də ata bilərəm sizin üçün. Bugünkü dərslərimiz riyaziyyatla ümumi tarixdir. Bunları tez şəkildə bitirib axşam Wattpad oxumaq istəyirəm ya da filmə baxmaq istəyirəm. Yeni bir Koreya filmi çıxıb, seriala çıxıb daha doğrusu və hamı baxır. Dəhşət gündəmdir. Baxa bilməmişəm. Netflixin vaxtı bitib. Gələ yeni Netflix alın baxım. Olmasa da bəzi səhifələr var da, film cəhənnəm falan, oradan baxa bilərəm. Dizipalda da var məncə. Oradan da baxmaq olar. Bugün sizdə hansı dərslər var, siz nələr oxuyacaqsınız? Onları da məndən paylaşsanız sevinərəm. Bu arada mən bugün evdə olmama baxmayaraq, dediyim kimi evdən işləyəcəm. Yəni arada dərs aralarında bəzən iş də görəcəm. Gəlin indi birinci başlayaq, cədvəlimizi yazaq ki, bugün biz nə oxuyacağıq? Ümumi tarix var, dediyi riyaziyyat var. Riyaziyyatdan tam belə bölməyəcəm. Yəni deməyəcəm ki, kəsillər bugün işləyib bitirməliyəm falan, bitirməliyəm. Əslində belə olmalıdır, amma potensialımı tam hələ kəşf edə bilmədiyim üçün bacardığım qədər eləyəcəm. Hətta kəsri bitirsəm daha artığını işləyəcəm. Çünki 6-cı gündə istirahət edə bilərəm. Axşam hələ çox var. Deməli namaza qədər, namaz hardasa bir yarım saata qədər nəsə eləməyə çalışacağam. Namaz, daha sonra yeməkdən sonra da təzədən başlayacağım. Gəlin birinci cədvəlimizi yazaq. Ümumi tarix kitabını axtarıram. Gözümdən tapa bilmirəm. Ən aşağıya qoymuşam bu arada. O qədər çox oxuyuram. Məncə ümumi tarix Azərbaycan tarixindən daha maraqlıdır. Yəni mənə elə gəlir. Bunu oxumuşduq keçən dəfə. Hə, Göytürk qalıb bizdə, bir də ki Uyğur qalıb. Məncə Göytürklə Uyğuru bir yerdə götürüm, çünki qısa dərslərdir. Yəni çətin dərslər deyil deyə düşünürəm. Ona görə də ümumi tarixdən 2 dərs götürəcəm. Göytürk xaqanlığı, bir də Uyğur xaqanlığı. Bu arada Göytürkün içində görən başqa, birinci Göytürk var, ikinci Göytürk xaqanlığı var. Burada məsələn Qapağan xaqan hakimiyyətidir, Bilgə xaqan hakimiyyətidir. Tonyukuk nə idi? Tonyukuk, Kültigin. Yəni haqlarında çox dəhşət çox məlumat yoxdur, az-azdır. Ona görə də çalışacağam bunları bugün bitirim inşallah ki, bunlardan not da tutacağam. O qeydləri sizə göstərəcəm. Gəlin birinci yazaq. Bugün ayın 27-sidir. 27 iyun. Bu arada çöldə o qədər dəhşət yağış yağır ki, yəni leysan gedir. Bugün leysan gedir. Yaxşı ki işdə olmamışam. Həm leysan olduğu üçün yollar dəhşət pis olur, pisliyə qalır, gedib gəlmək olmur. Həm də ki mənim saçlarım düz görünsə də, əslində mənim saçlarım keratindir və yağış dəyən kimi yenə şişir. Keratin olsa belə şişir saçlarım. Ona görə biraz yağışı sevsəm də harasa gedəndə yağışa düşməyi xoşlamıram. Deməli, ümumi tarixdən yadımdan çıxdı. Göytürk. Sonra narsız başımı itirmişəm. Göytürk, daha sonra Uyğur. Uyğur eləyəcəm. Riyaziyyat. Test. Yəni bacardığım qədər. Bilirsiniz, yəni mən aldatmaq istəmirəm nə özümü, nə sizi. Biraz baş ağrısı verir mənə riyaziyyat. Göytürk, Uyğur riyaziyyatdır. Daha riyaziyyat testi. Daha sonra Göytürklə Uyğurun izahlarına baxacağam. İzahlara mütləq baxacağam. Qeyd. Daha sonra bunların testini işləmək istəyirəm əslində, bilirsiniz. Test eləməsi unuduruq və başa düşmədiyim, eyni zamanda elədiyim səhvlərin də izahına baxacağam. YouTube'da izahlar var, siz də baxa bilərsiniz. Keçən videoda demişdim ya, yox. Çalışın testi səhv eləyəndə, əgər hazırlığa getmirsinizsə, yəni gedənlər öz müəllimlərinə soruşa bilər. Amma bəzən müəllimlər o qədər auditoriyanın içində sizə
tam aydın şəkildə başa salmaya bilər və yaxud da siz özünüz çəkinə bilərsiniz sual soruşmağa. YouTube-da topluluğun testlərin izahları var. Əslində oradan da elədiyiniz səhvlərə və harda səhv elədiyinizə, hansı məqamlara önəm verməlisiniz, bu kimi məsələlər də qeyd olunur, baxa bilərsiniz. Deməli, burada axtarışa verdiyim izahlara çoxlu mənbəli izahları çıxır. Çalışın ki, izahlara baxanda son izahlara baxın. Yəni 3 il əvvəlki, 2 il əvvəlki izahlara baxmayın. Çünki elə şeylər ola bilər ki, dəyişilə bilər, tarixdə yenilənə bilər, yenisi əlavə oluna bilər, bəzi məqamlar çıxarıla bilər. Ona görə çalışın, yeni izahlara baxın. Baxın, məsələn, mən Sitarə müəllimin izahına baxıram. Burada həmin o mövzu 2 il əvvəl də var, eyni zamanda 9 ay öncə də var. Mən 9 ay öncəyə baxacağam. Yəqin ki, dəyişiklik var ki, müəllim yenisini atıb ya da ki, yenidən izləyicilərin qarşısına çıxmaq üçün belə bir şey eləyib. Amma hər halda siz çalışın, son izahlara baxın. Bu daha önəmlidir mənə gəlir. Çünki stillər dəyişə bilər, test stilləri dəyişə bilər. Bəlkə müəllim orada sizə situasiya tipli nəsə başa sala bilər. Ona görə bu şeylərə diqqət edin. Bir də məndən soruşursunuz ki, sənin planşetinin markası nədir? Məndə Samsung Galaxy S10 Lite-dır. Samsung Galaxy Tab S10 Lite. Əslində F-ni də tərəfləyirlər. iPad-i də tərəfləyirlər, amma ürəyinizcə istəyirsə ala bilərsiniz və əlavə heç bir proqram yazdırmıram. Dediyim kimi, not almaq üçün deyirsiniz nə istifadə edirsiniz? Baxın, not almaq üçün o qədər çox tətbiqlər var ki, mən notu planşetin öz not yerinə alıram. Yəni ki, durub başqa proqram yazdırmıram. Çünki başqa proqrama etibarım yoxdur. Bəzən premiuma keçə bilər və yaxud da silinib gedə bilər, amma telefonun özündə olmağı daha etibarlıdır deyə düşünürəm. Ona görə mən Samsung notlara yazıram qeydlərimi. Mənə, yəni işimə yarayır, mənə sərf eləyir. Əgər siz fərqli şeylər istifadə etməyirsinizsə, fərqli şriftlərlə yazmaq istəyirsinizsə, digər tətbiqləri yazdıra bilərsiniz. Birinci gün Türk dövləti 552 və 58-ci il Erməni şərqət bunları şərq onları Çinin tərkibinə keçmişdilər və son nəticədə şərq onları Çinin tərkibindən müstəqil elan edəcəklər. Düşüblər həmin bu gördüklər avarların tərkibinə. Sonra nə baş verəcək? Sonra eradan əvvəl nədir? Bilirsən sən, eradan əvvəl yox, bizim eran 552-ci ildə. 552-ci ildə bunun adlı bir şərt avarlara Böyük Hun dövlətində də paytaxt olaraq görmüşdük. Ötən oldu bizim paytaxtımız. Daha sonra Bunun xaqanı. Bundan sonra hakimiyyətə gəlir Muğan. Muğan bunun oğludur. Bu arada sizə bir şey deyim. Əgər alındırsam, yorulmasam, Xəzər xaqanlığında oxumaq istəyirəm. Çünki Xəzər xaqanlığında heç bir hökmdar, heç nə yoxdur. Sadəcə mədəniyyət tipli bir yazı kimidir. Nə bilim, bunlar əkinçi imadlara sənətkarlıqla məşğul olublar. Birinci şahs Göytürk kühnəsində olan xaqan idi. Sonra onun adamı Xaqan bəy idi. Yəni sadədir. Sonra bunların yaradılmasında Xəzər, Barisli, Sabir tayfaları iştirak ediblərmiş. Yəni çox sadə olduğuna görə bunu da bitirmək istəyirəm. 13-cü mövzunu da bitirmək istəyirəm ki, gələn dəfə keçək artıq Oğuz, Qaraxanlı və Qəznəlilər dövlətlərinə. Belə böyük danışıram. İnşallah ki, bitirərik yəni. İzahları bitirdim. Göytürkün, Uyğurun, bir də Xəzərin izahlarına baxdım. İndi başlayacağım onları oxumağa. Daha sonra da qeyd aparacağım. Sizə də qeydlərimi göstərəcəm. Göytürkü bitirdim, Uyğuru bitirdim, Xəzər oxuyub bitirdim, şükürlər olsun. Sonda artıq ürəyim bulanırdı, hiss elədim ki, artıq sıxıldım, tarixdən sıxıldım həqiqətən. İndi nə edəcəm? Bu dərslərin notlarını çıxardacağım, qeydlərini aparacağım, soruları sizə göstərəndən sonra keçəcəm, testlərini işləyəcəm, ondan sonra riyaziyyata keçəcəyim.
qeyd apardım. Burada götürüb şəklini çəkə bilərsiniz. Göytürklər. İkinci Göytürk. Uyğurlar, yəni Qutluq Bilgədi, Bögü, onun dövrü. Getsə göstərəcəm, bir dənə gözləyim. Hə, bir də Xəzərlər. Şimdi başlayacağım tarixin testinə. Bu mövzuların testləri çox azdır. Ona görə rahatam. Tez bir şəkildə onu işləyəcəm. Çıxan səhvlərimin izahına baxacağım. Bizim montaj eləməyə vaxtımız qalmalıdır videonu. Bugünə mütləq çatdırmalıyım. Çünki sizə söz vermişəm. Testləri işlədim və səhvlərim də çıxdı. Səhvlərim bir hissədən çıxırdı. Mövzunu bilmədiyim üçün yox, sadəcə diqqətsiz olduğum və tələsdiyim üçün çıxırdı. Məsələn, bir cümlə var. Cümlənin sonuna qədər oxumadan, sadəcə əvvəldə ikinci Göytürk ya da birinci Göytürk sözünü gördüyüm üçün variantı götürürəm. Ona görə səhv çıxır. Yəni sonuna qədər oxumuram. Ona görə sualları sonuna qədər oxumaq lazımdır. Məsələn, 682 ikinci Göytürkün yaranmağıdır. Mən götürüb məsələn ikinci Göytürk sözünü görən kimi götürmüşəm, amma cümlənin sonuna gələndə görürəm ki, ikinci Göytürkün parçalanmasıdır. Yəni davam belədir cümlənin. Ona görə də səhvlərim o cəhətdən çıxdı. Biraz ürəyimi sıxan Eyler-Venn diaqramı idi və yaxud da son açıq suallar var, onlar idi. Onların da səhv çıxanlar izahlarına baxacağam YouTube-da. Mütləq şəkildə izahlara baxmalıyam ki, daha yaxşı yaddaşımda qalsın. Hətta doğru çıxanlara belə izahına baxmaq lazımdır ki, unutmayaq. İndi keçəcəm riyaziyyata. Oradan biraz tez işləyəcəm. Sonra dayandıracağım. Videonu sizin üçün editləyəcəm, paylaşacağım. Daha sonra mən davam eləyəcəm. Yəni ki, bu videonu atandan sonra dayanmayacağam. Hələ saat 16:38-dir və bizim hələ gecə saat 12-yə kimi vaxtımız var. Ona görə oturub dərsləri eləyəcəm mütləq şəkildə. Çoxu test işləyəcəm. 6-cı gün evdə olduğum gündür deyə bundan faydalanacağam. Sizə riyaziyyat işlədiyim kitabı göstərmişdim. Bu kitabdan işləyirəm. Bəzən videonun aşağısına yazırsınız ki, oxuduğum və yaxud da test işlədiyim kitabları bizə göstər. Əvvəlki videolarda göstərdiyim üçün hər dəfə göstərmirəm ki, bezəcəksiniz, deyəcəksiniz ki, hər videoda göstərir. Buna vaxt itirməmək üçün göstərmirdim, amma istəyirsinizsə bundan sonraki videolarda hər dəfə kitabları götürüb oxuduqca ya da PDF-lərdən işlədikcə sizə adlarını deyə bilərəm. Oxuduğum kitabların, işlədiyim test kitablarının. Biraz sizlə danışaq, sonra da videonu bağlayaram. Bu arada riyaziyyatdan çox yox, çox az test işlədim. Yəni ki, sırf bu videonu çatdırmaq üçün o da ki, bu videonu editləyim, daha sonra dərsə davam edəcəm. Ona görə də siz bu videonu izlədikdən sonra dərsi bitirməyin ki, Aytac oxumur. Çünki bəzən deyirsiniz ki, Aytac dərs oxuyursansa, mən də durum dərs oxuyum. Bəzən belə şeylər yazırsınız, çox sevinirəm. Amma bu videonu bitirəndən sonra qətiyyən dərsi dayandırmırıq, dərsə davam edirik. Ən azından sizə onu deyim ki, 21:00-a qədər oxuyacağam. Həqiqətən oxuyacağam dərsimi. Siz də çalışın, dərsinizi oxuyun. Testlər qalıb onsuz da ancaq. Yəni deyirəm ki, riyaziyyatla bağlı testlərdir. Bir də ki, tarixin izahlarına baxmalıyam. İzah necə? Yəni testlərin izahlarına baxacağam hər ehtimala qarşı, səhv elədiklərimə. Bugün əslində mənim üçün çox yorucu deyil. Düzdür. Biraz da olsun insan beyni yorulur. Amma biri var gecə dərs oxuyasan, bir də var gündüz dərs oxuyasan. Gecə dərs oxuyanda həm adam stres olur ki, gün bitəcək, gecə bitəcək daha doğrusu və birazdan hazırlaşıb işə getməliyəm. Eyni zamanda insanın beyni yorulur. Amma gündüz dərs oxumaq belədir ki, rahatsan. Bilirsən ki, axşama kimi vaxtın var və çatdırmasan belə axşamda oxuya bilərsən. Bir də gecə normal yatmısan deyə beynin daha fresh olur. Amma gecə dərs oxuyanda daha yorğun olursan, unutma ehtimalı çox ola bilər. Amma mən düşünürəm ki, artıq mən gecə vaxtına, gecə rejiminə öyrəşmişəm. Artıq belə vaxt dərs oxuyanda mənə zövq vermir. Yəni elə bilirəm ki, oxuduğum havaya gedir. Amma gecə vaxt dərs oxuyanda elə bilirəm ki, mənim üçün o qədər faydalıdır ki. Bir də o dərs oxuyub gəlib yatırsan deyirsən, hə, mən gecə əziyyət çəkmişəm. O verdiyi o zövq var, o əziyyətin verdiyi zövq var ki, mən gecə vaxtı hazırlaşdım. O yorğunluq ki var, dərs oxumusan və ya hər hansı bir işi görmüsən, onun yorğunluğu və o yorğunluqdan gələn zövq var. Yəni mən ona görə gecə vaxt dərs oxumağı daha çox sevirəm.
Ümumiyyətlə mən abituriyent vaxtı belə idim, ancaq dərslərimi gecə oxuyurdum. Hər şeyi gecə eləyirdim. Yəni filmə baxmağa gecə eləyirdim. Və bu gün Wattpad oxuyacağam. Buna görə o qədər xoşbəxtəm ki, adı Lilitsin olmalıdır. Adını qeyd eləyirəm, yəni də əgər siz oxuya bilərsiniz. Ona görə xoşbəxtəm. Bəlkə Koreya serialına baxaram. Bugünlük bu qədər. Mən də artıq gedim biraz istirahət edeyim, daha sonra test eləməyə başlayım. Ümid edirəm ki, bu videoda sizə motivasiya verəcək. Ümid edirəm ki, sıxılmadan izləyirsiniz bu videoları. Mən isə bugün sizə sağollaşıram. Növbəti videolarda və yaxud da vloglarda görüşmək ümidi ilə hələlik.